Tələbələr bir daha. Ən çox verilən suallardan biri müəllim baş və budaq cümləyə aid video çəkə bilərsinizmi? Mən ən əsas olanları burada qeyd etmişəm. When, anda, əndə, if, əgər, while, arkan, erkən, after, sonra, before, əvvəl, after yenidən təkrar vermişəm, till, until, taktik. Başladıq nümunələrə. İlkin baxırıq. When, anda, əndə. When digər mənası nə zaman? Məsəl üçün, burada deyirəm. When I go to Invest Academy, I always see Nahid teacher at class. Burada bildirirəm ki, when olmasa necə olar uşaqlar? When təsəvvür edin yoxdur. Belə olur ki, mən gedirəm Invest Academy. When-i qoyanda, yəni nə zaman ki, yəni və yaxud da ki, anda, əndə kimi, yəni mən Invest Academy-yə gedəndə, nə zaman ki, mən Invest Academy-yə gedirəm, mən Nahid müəllimi həmişə Invest Akademiyada görürəm, kursda görürəm. When I go to Invest Academy, I always see Nahid teacher at course. Burada bir də ki, zaman uzlaşmasına baxın. Baxın, indiki zamandır, burada da indiki zamandır. Desəm ki, mən dünən Invest Akademiyaya gedəndə Nahid müəllimi gördüm, belə olur. When I went to Invest Academy yesterday, I always saw Nahid teacher at course. Mən Invest Akademiyaya dünən gedəndə, mən tez-tez Nahid müəllimi kursda görürdüm. If, əgər. If you want to enter university, you have to və yaxud da ki, must study hard. Sən əgər universitetə daxil olmaq istəyirsənsə, you have to study hard. Sən çox çalışmalısan. Want indiki zaman, have to və yaxud da ki, must indiki zaman. Əgər cümləmiz belə olsaydı ki, sən əgər universitetə daxil olmaq istəyirdinsə, if you wanted to enter university, you had to study hard. Sən çoxlu çalışmalıydın. Yəni, zaman uzlaşmalarına da baxsaq uşaqlar. Uzlaşma deyəndə nədir? Yəni, indiki zaman olur. Keçmiş zamandan. Növbəti bir budaq cümləmiz while. While nə deməkdir? Arkan, erkən. Məsəl üçün, həmişə while olan cümlələrdə feil ing ilə gəlir. İng şəkilçisi ilə. Məsəl üçün, while my mother was watching a film, I was sleeping. Burada nə deyir? Deyir, anam film izləyərkən was ing, mən nə edirdi? Mən yatırdım. While my mother is watching a film, I am reading a book. Anam film izləyərkən mən kitab oxudum. Keçmişə keçmiş verdik, indiki davam edici, indiki zaman verdik. After sonra deməkdir. Növbəti. After I graduate university, mən universiteti bitirdikdən sonra I will go to London. Mən Londona gedəcəyim. Shall də deyə bilərik, heç bir problem yoxdur. İndiki zaman. Desəm, universiteti qurtardıqdan sonra Londona gedəcəkdim. After I graduated university in time, I would but should go to London. Keçmişdə də olsa da belə deyərdim. Əgər universiteti vaxtında bitirsəydim, mən Londona gedəcəkdim. Before, əvvəl. Before you go to bed, sən yatağa getməzdən əvvəl, I advise you to brush your teeth. Sənə məsləhət görürəm ki, dişlərini fırçalayasan. Before Akif went to bed, I advised him to brush his teeth. Akif yatağa getməzdən əvvəl, mən məsləhət gördüm ki, ona dişlərini fırçalasın. Yəni, burada yerin dəyişik də demək olar. Yəni, fərq etməz. I advised him to brush his teeth before Akif went to bed. After yenə sonra deməkdir. Təkrar nümunə qeyd edək burada. After I get my diploma, I will find a job. Yəni, diplom əldə edəndən sonra yaxşı bir iş tapacağam. Və yaxud da ki, after I pass a driving exam, mən sürücü imtahanı keçəndən sonra I will buy a new car. Mən yeni maşın alacağam. Till, until sinonimdir, yəni bərabərdir bunlar. Tak deməkdir. Məsəl üçün, I read a book every evening until və yaxud da ki, till 11 o'clock. Yəni, mən hər axşam 12-yə qədər kitab oxuyuram. Vacib olanlar when idi, if idi, while idi, after, before, till, until. Uğurlar arzu edirəm hər birinizə.